Hamıya salamlar dostlar. Bu günler yeni bir cihaza keçdim. Redmi Note 13 ve PUBG'de 60 FPS verir. Jireskop da açır. Gəlin bu telefonu bir test edək. Görün necədir, nətərdir oynamağı, kasmağı. Bəli, cihazımız çox qəşəngdir və mənim həqiqətən çox xoşuma gəldi oynamağından. Bundan sonra bu telefonla sizlərə video çəkəcəm və short videosu da və bütün videolarımı bu telefonla atacağım. Əvvəlki telefonum A21S gəldikdə isə o telefon həddindən artıq çox kasırdı, ekran dəyişilmişdi. Ona görə PUBG oynamaq mümkün değildi. Mən isə bu müddət ərzində Poco X3 Pro ilə sizə video çəkirdim. Və o telefon isə də bundan da yaxşıdır. Onda qrafiklər qəşəngdir. HDR verir məsələn və 60 FPS üstəgəl. Amma zaryadkası çox gedir. Bu telefonda isə 60 FPS-i super akıcıda açır. İndi birlikdə girək, baxaq və yoxlayacağıq. Deməli, qrafiklərə gəldikdə, baxın, super akıcıda 60, akıcıda 45, qalanlarında 30 və bunu da açmır. Məncə normaldır, qəşəng telefondur. Burada hassasiyyətlərim də var. İstəyən mənim heysə atmağımızadır, baxa bilər və yığa da bilər. Jireskop da verir yaxşı. Bu da yaxşı bir xüsusiyyətidir. İndi isə bir oynamağa keçək və bunun necə bir effekt verdiyinə baxmalıyıq. Dostlar, belə bir effekt verir telefon. Yəni məncə çox qəşəngdir. 60 FPS jireskop məncə çox gözəldir. İstəyənlərə hassasiyyətimi də verə bilərəm. Yəni, baxın, hassasiyyətim belə bu cürdür. Baxın, bu cür. Düzdür, əl dəymədiklərim də var, amma mən belə istifadə edirəm. Məncə çox qəşəngdir. Telefona gəldikdə isə çox mükəmməldir. Yəni, əsl TDM-li telefondur. Düzdür, mən bunu hələ hər yerdə yoxlamamışam. Yəni, bir 30 nəfər düşürsə, kasmır. Yəni, onu da yoxlayacaq. Məncə çox qəşəngdir. Uzaqdan heysə atsaq da bir yoxlayaq. Yəni, orada neçə metrdir? Haradasa 238 metr. Axı, normal da belə də. Axı, mənə belə rahatdır, mən belə oynayıram. Yəni, TDM-dədir ki, heysə atmaq, oynamağımı görmürsünüz. Bu videonu atandan sonra biri ilə VS videosu atacağım. Baxacağım, görüm kimlə VS ata bilirəm tezə telefonda. O da sizə nümayiş edəcəm. Telefonumuz çox qəşəngdir, bəli. Allah hər kəsə belə bir telefon nəsib etsin. Bu 45 FPS və 30 FPS-də qalan jireskop açmayan qardaşlarımıza da buradan salamlar olsun və onlar üçün də belə bir cihaz olmasını dua edirəm. Allah hər kəsə belə bir cihaz nəsib eləsin. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Gələcək videolardan da xəbərdar olmaq üçün abunə olub bildirişləri açmağı unutmayın. Bir də yorum yazıb bəyənə də bilərsiniz.